Hər vaxtınız xeyir olsun. Bugünkü izahımda sizlər üçün HTML bölməsinə aid olan Qıdırı Yeniləşirdən 15-ci sualın izahına baxacağıq. Sualımızda bizə deyir ki, HTML dilində yazılmış fraqmentə əsasən doğru fikirləri müəyyən edin. Bu tip suallar hər il qəbul imtahanında qarşımıza çıxır. Gəlin vaxt itirmədən sualımızın izahına baxaq. Deməli, bir variantlara görə, yəni verilənlərə görə yoğunlaşdıraq. Deyir ki, cədvəl ümumi 4 sütundan ibarətdir. Sütun deyəndə bilirik ki, TH-dır. Baxırıq ki, bizə deyir ki, cədvəl ümumi 4 sütundan ibarətdir. Amma biz bu hissəyə baxanda görürük ki, bizim 3 dənə sütunumuz var. Bizə nəyi soruşur? Bizdən soruşur ki, doğru fikirləri müəyyən edin. Deməli, cədvəlin ümumi 4 sütundan ibarət olduğu cədvəl 4 sütundan ibarət deyil. Deməli, bir yanlışdır. Cədvəldə ən kiçik yaş 25-dir. Fikir veririk ki, birinci sütun ad sütunudur, ikinci sütun soyaddır, üçüncü sütun yaşdır. Və bura yaşlara üçüncü sütunlar üzrə baxacağıq. 30, 25 və 45. Bizdən deyir ki, cədvəldə ən kiçik yaş 25 yaşdır. Həqiqətən də ən kiçik yaşımız 25 yaşdır. Deməli, 2 doğrudur. Cədvəl ümumi 12 xanadan ibarətdir. Fikir verin, xana isə TD başlığı ilə müəyyən olunur. TD tegi ilə. Fikir versək, TD 3, 3, 6, 9. Və bir də burada TH-ların bu hissəsində də bizim TD xanalarımız var. Deməli, ümumi 12 dənə xanamız var. Bu da doğru. Ad ə hərfi ilə başlayan 2 şəxs vardır. Ad birinci sütun üzrədir. Baxırıq ki, ə hərfi ilə başlayan yalnız bir şəxs var. 2 dənə şəxs yoxdur. Deməli, bu getdi. Sonra soyadı V ilə başlayan şəxsin yaşı ən böyükdür. Soyad ikinci sütun üzrədir. Soyadı, deməli, V ilə başlayanın yaşı 45-dir və həqiqətən də ən böyük yaş 45 yaşdır. Deməli, 5-imiz də doğrudur. Doğru cavab bizdən doğrular istədiyinə görə 2, 3 və 5. Doğru cavabımız olacaq C variantı.